diplom almaq məsələsim uzandıqca mən onu tapmamağa başladım artıq. Zənglərə cavab vermirdi, yazırdım, əlaqə saxlaya bilmirdim. Atatürkün buradakı nümayəndəliyi də Anadolu Lisesidir. Anadoluya getdim ki, diplom üçün. Onlar dedi ki, ümumiyyətlə sizin birinci kursdan sonraki qaydınız ümumiyyətlə yoxdur. Zərər çəkən təhsil şirkətlərindən birinin rəhbəri Firidun Cavadov tərəfindən Türkiyədə qiyabi təhsil adı ilə aldadıldığını deyir. Şikayətçinin sözlərinə görə Firidun Cavadov ondan aldığı illik təhsil haqqını universitetə ödəməyib. Hətta onu imtahandan keçirəcəyinə söz verərək əlavə pul da alıb. Digər bir şikayətçi isə deyir ki, o imtahan zamanı universitetdə qeydiyyatda olmadığını öyrənib. Mənim ona ödədiyim pullar, təhsil haqqlar səndə bu özünə mənimsəyibmiş. Sistemi aça bilmirdim, onu hər dəfə deyirdim ki, mən sistemə daxil ola bilmirəm, universitet sisteminə daxil ola bilmirəm falan. Düzələcək müraciət eləmişəm, belə diplomu alan vaxtda məlum oldu ki, səndə bu mənə aldadıbmış. Bu məsələ çıxandan sonra o artıq başladı ki, məni təhqir eləməyə, söyüşlər söyür, polisə müraciət eləmişik əslində. Prosto deyəsən xaricdədir deyə heç nə etmək alınmır, belə bir məsələdir. Bu məsələdə mən tək deyiləm, çoxlu şikayətlər var onun haqqında. Zərər çəkənlərin sayı çoxdur, 10-a yaxın adam var. Mənim məbləğim hardasa 6700 manata yaxın summadır. Amma bu adam pulları qaytarmaq niyyətində də deyil. Tələbə biletmi falan verdi, pul aldı. Ondan əlavə imtahanlara ora getmə deyə, Bakıda verəcəksən adı ilə əlavə pul da aldı məndən 350 manat civarında ki, burada verəcəksən. Amma əslində elə bir şey yox imiş. Hamı burada gedib normal imtahan verə bilərmiş. Sonra da birinci semestr, ikinci kursunda mən təhsil haqqımı ödəmişdim, amma imtahanlara girib dərsləri oxuya bilmirdim. Soruşan hər sistemdə problem var, belə ötüşdürdü məni. Həmin semestr eləncə keçid ki, narahat olma, mən həll eləyəcəm, gələn semestr imtahanları falan verəcəksən. Bu ilin təzədən oktyabr ayında dərslər başlayanda mən yeni sistemə girə bilmədim. Təhsil haqqını istədi, onu da ödədim. Sonra gördüm ki, alınmır, ümumiyyətlə dərslərə baxa bilmirəm. Getdim Anadolu Liseyinə, orada soruşdum. Orada baxdılar ki, mənim qeyd pulum falan heç birisi ödənilməyib də. 2100 manat civarında pulum batıb. Şəhər rayon polis bölməsinə müraciət eləmişəm. Ölkədə yox deyənə həbs qoyulduğu deyilib. Qeyd edək ki, Firidun Cavadovun müxtəlif insanları aldadaraq pullarını mənimsədiyinə dair mətbuatda dəfələrlə xəbərlər yayımlanıb. İddialarla bağlı Firidun Cavadovla əlaqə saxladıq. O haqqında səsləndirilən fikirlərin yalan olduğunu deyərək iddiaları təkzib etdi. O mənə dəfələrlə imtahandan keçməklə bağlı deyib demişəm ki, imtahanlara get. Sadəcə olaraq onun bəzi imtahanlarına nə vaxt köməkliyi olunubdu? Pandemiya dönəmində onlayndir, o vaxt köməkliyi olunubdu. İmtahanlarında iştirak edib, elədiklərindən kəsilib, universitetdə soruşsun, görsün ki, orada təhsil haqqı ödənilib, yoxsa ödənilməyib. Nə verilibsə başdan o kömək olub. Sonradan zaten heç bir şəkildə mənə ödəniş falan verməyib. Getsin, hara köçürüb, necə verib, hüquq mühafizə orqanları var, müraciət eləsin. Sistemdə problem olubdu, sistemə daxil olmaq olmayıb. Çünki SMS gəlirdi, əvvəllər sistemə daxil olanda SMS söhbəti yox idi. Sonradan WhatsApp nömrəsinə SMS gedir, bunların da WhatsApp nömrəsi olmadığı üçün sistemə girmək olmur. Daxili İşlər Nazirliyindən bildirildi ki, məsələ ilə bağlı istintaq aparılır. Bəs bu kimi hallarda vətəndaş nə etməlidir? İnsanların inamından sui-istifadə edərək pullarını mənimsəyən şəxsləri hansı cəza gözləyir? Xaricdə təhsilin alınması, illik təhsil haqqlarının ödənilməsi, imtahanlardan keçirilmə kimi hallarla insanların aldadılması və onlara məxsus pul vəsaitlərinin ələ keçirilməsi cinayət məsuliyyəti yaradır. Bu hal dələduzluq cinayətinin üsul və vasitələrindən biridir və bu əməlləri törədən şəxslər zərər çəkmiş şəxslərin şikayəti əsasında onlar barəsində cinayət işi açılar və işin hallarından və zərərin məbləğindən asılı olaraq onlar cinayət məsuliyyətinə cəlb edilə bilərlər.